Salam. Bugünkü videomda mən sizlərə dünyada şok qiymətə satılan ağaclardan danışacağam. Biz ağaclardan danışanda adətən bildiyimiz kimi ağaclar müxtəlif təyinatlı istifadə olunur, məişətdə istifadə olunur, mebel sahəsində istifadə olunur, kömür sənayesində istifadə olunan ağaclar var. Dünyada ən bahalı ağac aqar ağacıdır. Aqar ağacı Şərqi Asiya tərəfdə bitən, o bölgələrdə bitən bir ağacdır. 1 kiloqramı 100 dollara satılan bir ağacdır. Çox təbii bir material hesab olunur, özünə məxsus xüsusi qoxusu var. Amma aqar ağacına xüsusi deməli maye vurmaqla ondan kosmetika sahəsində geniş istifadə olunan ud yağı alınır. Ud yağı alınan aqar ağacının 1 kiloqramının qiyməti isə 100 min dollar civarında satılır. Ancaq mebel sahəsində istifadə olunan ən bahalı ağac isə Grenadil ağacı adlanır ki, Grenadil ağacı da deməli Afrika qitəsində bitir. Artıq bu ağac deməli qırmızı kitaba düşüb və bu ağacın deməli 1 tonunun qiyməti 9-10 min deməli dollar civarında qiymətləndirilir və mebel sahəsindən də əlavə həm də musiqi alətlərinin hazırlanmasında istifadə olunur. Bu tip videoları izləmək maraqlıdırsa kanalıma abunə olun.